Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemşarlarım. Növbəti kondisionerimiz neon kondisioneridir. Şimdi ben size onun istifade qaydasını göstereceğim. Kondisionerin bu növ düğmesi on-off düğmesi, yani yandırıp söndüren düğmedir. Biz onu basmakla kondisioneri yandırıp söndürürüz. Bundan başka burada temperatur düğmesi var. Temperatur düğmesinin köməyinə temperaturu aşağı salıb yuxarı qaldırır. Bundan başqa demək, rejimləri dəyişmək üçün mod düyməsi var. Mod düyməsini basanda hər dəfə başqa rejimə keçir. İndi hal-hazırda gördüyü kimi burada buz, qar dənəsi işarəsi göstərir. Biz indi mod işarəsini basıb başqa rejimə keçirik. Basırıq, demək bu düşür damla rejiminə. Damla rejimində kondisioner evin içindəki nəmi bayıra atır, amma bu ən az istifadə olunan rejimlərdəndir. Bir daha basanda adi sərinkeş rejiminə düşürük. Sərinkeş rejimində adi sərinkeş kimi işləyir, yəni soyutma hadisəsi baş vermir. Bir daha basanda günəş simvolu gəlir, günəş şəkli gəlir. Bu istilik rejiminin əlamətidir. İstilik rejiminə qoyulmuş kondisioner 29, 30, 31 dərəcəyə qoyulmalıdır. Çünki isti hava yüngül olduğuna görə evin yuxarı hissəsində yığılır və kondisioner tez keçir. Qeyd etmək lazımdır ki, isti rejimində fanın sürətini avto rejimə qoymaq lazımdır. Bunun üçün burada fan sözü yazılan düyməni basmaqla biz bunu edə bilirik. Bir daha basanda deməli bu fanın deməli ən aşağı rejimidir. Sonra hər dəfə basanda rejim dəyişilir. Bir qədər çox. Bu 3-cü rejim, bu 4-cü, bu 5-ci və nəhayət bu avto rejimdir. Avto rejimdə kondisioner küçədə olan temperaturdan asılı olaraq evin içindəki ventilatorun sürətini dəyişir. Bununla da kondisioner daha mükəmməl işləyir. Bir daha basanda biz rejimlərdə avto rejimə düşürük. Avto rejimində kondisioner ventilatorun avtosu deyil, kondisionerin avto rejimidir bu. Bu rejimdə kondisioner qoyulmuş temperaturu daim sabit saxlar. Yəni tutalım ki 26 dərəcə qoyulubsa və temperatur evin içində 26-dan yuxarı olanda kondisioner soyuq rejimində işləyir, 26-dan aşağı olanda isti rejimində işləyir. Bu da yəni ən az istifadə olunan rejimlərdən biridir. Bir daha basanda soyutma rejiminə düşür. Deməli, soyutma rejimində biz temperaturu 22, 23, 24 dərəcə qoyuruq. Fanın sürətində ürəyimiz istədiyi rejimi seçə bilərik, çünki burada heç bir problem baş vermir. Fanın sürəti böyüdükcə kondisionerin verdiyi soyuq da çoxalır. İndi isə pultu kondisionerə doğru tutub sadəcə düyməsini basırıq. İndi kondisionerə doğru pultu tuturuq. Kondisioneri işə salırıq. Kondisioner əgər soyuq rejimindədirsə təxminən 3-5 dəqiqədən sonra soyuq verməyə başlayacaq. İsti rejimində olduğu kimi tam gücü ilə təxminən 20 dəqiqədən sonra işləyəcək. Soyuq rejimindən fərqli olaraq isti rejimində isə bu bəzi vaxtı yarım saatı çəkə bilər. Bu səbəbdən bir qədər səbirli olmanı tövsiyə edilir. Esselamu Aleyküm.